Heç düşünmüsünüz ki, niyə yuxu görürük? İnsanların təxminən 95%-i gördüyü yuxuları oyandıqdan bir neçə dəqiqə sonra unudur. Maraqlısı isə odur ki, yuxuda gördüyünüz insanların heç biri tamamilə yad deyil. Beyniniz həmin simaları həyatınızın hansısa anında, bəlkə də cəmi bir neçə saniyəlik də olsa görüb və yaddaşında saxlayıb. Əslində, hər bir insan yuxu görür. Sadəcə, bəzi insanlar oyandıqdan sonra onları xatırlamırlar. Yuxuların əksəriyyəti REM mərhələsində baş verir və bu zaman beyniniz demək olar ki, oyaq vəziyyətdə olduğu qədər aktiv işləyir. Bir çox insan yuxuda saatlarla hadisələr yaşadığını düşünür. Halbuki həmin yuxu cəmi bir neçə dəqiqə davam etmiş ola bilər. Kör doğulan insanlar da yuxu görürlər. Sadəcə onların yuxuları görüntülərdən deyil, əsasən səslərdən, toxunma hissindən, qoxulardan və duyğulardan ibarət olur. Əgər yuxuda qəfil hündürlükdən yıxıldığınızı hiss edib diksinərək oyanmısınızsa, narahat olmayın. Buna hipnik sıçrayış deyilir və bu, insanların böyük hissəsində rast gəlinən tamamilə normal bir haldır. Bəs sən bu faktlardan neçəsini bilirdin? Daha çox belə maraqlı faktlar üçün bizi izləməyi unutma.